En'am suresi 74. ayet-i kerimede Kur'an-ı Kerim'de deyilir ki bazı kale İbrahim lebih Azer. İbrahim atası Azer'e böyle buyurdu. Yani o bütperestlikle filan alakalı bir şeyler deyir. Onu maralanmak isteyen onu açıp okuyar. Yani ben vaktinizi çok almayayım. Yani Azer oğlu İbrahim. Bu barədə Quran-ı Kerimdən başqa heç bir mənbədə rast gələ bilməzsən də İbrahimin atasının Azər olduğuna dair bilgiyə heç bir yerdə rast gələ bilməzsən. Və onun ardınca Ali İmran surəsi 67-də deyir ki: "Ma kane İbrahim Yahudiyyə və la Nasraniyyə." İbrahim nə Yahudi idi, nə də Hristiyan. Burada Hristiyan ismi burada Nasrani olarak geçer. Ben bunu size gösteririm burada. Buyurun, burada Nasraniye olarak geçer. Bak burada sol tarafta. Nasraniye olarak geçer. Nasrani Hazreti İsa'nın Kudüs etrafında Kudüs'te doğulup Hazreti İbrahim ama büyüyüp Nasira kendinde. Nasira kendi Roma İmperiyası hükümranlığı döneminde Qudüs şəhəri və onun ətrafındakı bütün yaşayış məntəqələri, bugünkü Fələstin, İsrail torpaqlarındakı bütün Sinay yarımadası, bütün Roma İmperiyasına bağlamış və o Qudüsün yaxınında bir Nasira kəndi var. Və Hazreti İsa uşaqlığını və gəncliyini o kənddə keçirib və havariləri başına topladığı zaman onlara Nasranilər deyiblər. O Nasira kəndindən olan adamlar Nasranilər. Hristiyanlığın başka bir adı da İsa'viydi, Məsih deyir ona, Ərəbcə Məsihdir. Bir de Nasrani var. Nasranilər Hazreti İsa'nın böyüdüyü və yaşadığı kəndə xitabən deyilir o Nasraniyə. Yani, və burada deyir ki ma kani var burada ma kani İbrahim Yahudiyyə və la Nasraniyyə. İbrahim ne Yahudidir ne de Hristiyan. Ve bundan sonra yani onu din olarak koydular bir kenara. Yani Yahudi de değil, Hristiyan da değil. Bakara suresi 135. ayet-i kerimede diyor ki Yahudiler ve Hristiyanlar Müslümanlara deyir ki, siz gəlin bizə qoşulun. Həqiqi yolu, doğru yolu tapmaq bizim dinimiz sizə kömək edəcək. Bakara suresi 135. Yani maraqlananlar açıb oxuya bilərlər. Yani, onun ərəbcəsində oxuyub sizə deyə bilərdim, amma o vaxtımız çox alır. Amma o Hristiyanların və Yahudilərin üst tutduğu Müslümanlar bilirsiniz nə deyir onlara? Deyir ki, biz İbrahim millətindenik. Allah'a şirk qoşmayan İbrahim millətindenik. Ve bu İbrahim milleti sözü eyniyle milleti İbrahim olarak geçir. Bu Türkçe mealda, Rusça mealda ben bunu araştırdım. Mesela İman Valeriya Porokhov adında bir Rus tercüməçi var. Bak gördüğünüz bak bu kitapta. Valeriya Porokhovadır. Bunun əri Ərəb əsilli olub və ona o səbəb də İslam dinini qəbul eləyir və İslam dinini qəbul etdikdən sonra özünə iman adı götürüb. Yəni onun ikinci bir doğulurkən ona Valeriya adı verilib, sonradan Müslüman olunca iman adını götürüb. İman Valeriya Porokhova. Burada indi herhalde o ərinin təsiri altında bu da burada. İslam İbrahim dininin mensupları olarak geçir. Ama Kur'an-ı Kerim'de İbrahim milleti olarak geçir. Millet İbrahim. Yani bunu Bakara suresi 135'te açıp okuyabilirsiniz. Yani Ərəbcə bilənlər oxusun, orada millət sözü keçir. Yəni Məsih sözü keçmir, yaxud da başqa söz keçmir, din sözü keçmir filan. Ancaq millət İbrahim ki, biz deyir İbrahim millətindenik. Və bu İbrahim milləti kimdir? Bunu heç kim orada açıb açıqlaya bilmir. Yəni bu İbrahim milləti kimdir? Sinay yarımadasında yaşayanlara ya Bəni İsrail deyiblər, ya Bəni Arab deyiblər.
Yani orada ikinci, üçüncü bir şeyin varlığından kimse bəhs eləmir. Ama Kur'an-ı Kerim'in Bakara suresinin yani 235'te, 2 Taksim 135'te e, İbrahim milleti olarak geçirir. Milleti İbrahim ve bu tabir, bu deyim Türkçe meallerde sadece iki yerde geçir. Biri Elmalı Hamdi Yazar'ın mealinde. O İbrahim milleti olarak yazır. Deyir ki, xeyr, biz İbrahim millətindenik ve Allah'a şirk qoşmayanlardanıq. Ve bir şey diyeyim, Elmalı Hamdi Yazar Atatürk'ün teklifiyle Kur'an-ı Kerim'i ilk defa Türkçe'ye çeviren bir ilahiyatçı olub. Çok mükemmel Ərəbcəsi olub ve Kur'an-ı Kerim'i mükemmel bir seviyede bilib. Ve informasiya üçün deyim ki, Elmalı Hamdi Yazar, Okan Bayülgen adında bir jurnalist var, televizyon jurnalisti. Onun dədəsidir, atasının atası. Ve bir de Ömer Nasuhi Bilmən var. Bilmən adı alim mənasındadır ve Atatürk bu adı ona verib ve deyib ki, bax, mən sənə bu adı verirəm, sən İslamı təbliğ elə və Türkiyədə, Anadolu'da bir İslam institutu aç. İslam institutunun təməlini Ömer Nasuhi Bilmən Hoca Efendi atıb ve bu iki Kur'an-ı Kerim'i tercüme eden o büyük insan İbrahim milleti olarak yazır. Qalan bütün Ömer Çelik'in tercümesinde, başkalarının tercümesinde İbrahim dini olarak geçir. Bir şeyi yadlarından çıkardılar ki İbrahim'e kadar bildiğimiz klasik anlamda semavi din olmayıp. Bunu herhalde unudurlar ya da ki elə belə araya karıştırırlar ki İbrahim dini, biz İbrahim dininden. Yani çünkü İbrahim milleti deseler ortaya başka şeyler de, suallar da çıkacak. Ve hatta Yusuf Ali adında bir tercümesi İngiliz diline tercüme ediyor. Ve o İngiliz dil tercümesinde de eyniyle bu gelir. İbrahim dini, religion İbrahim, religion İbrahim. Hatta o İbrahim yazmır, Abraham yazır. O biraz da ileri gelir, Abraham yazır. Ki güya bu saf Bəni İsrail veyahut da saf Bəni Ərəbdir. Çünkü Yahudiler Hazreti İbrahim'i özlerine qoşurlar. Deyirlər ki, o Yahudi olub. Kəldanilər deyir ki, bizden olub. Onlar deyir bizden olub. Ama Azeroğlu İbrahim'in milleti hakkında doğru dürüst araştırıp ortaya bir şey koyan bir alim yoktu. Ya bilmirlər ya da bilerekten istemirlər. Yani bu üç kaynağı mən sizə dedim. Bugün söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.